Azərbaycanda ət qıtlığı gözlənilmir. Yəni həqiqətən hal-hazırda bir Kənd Təsərrüfatı Nazirliyi və ümumiyyətlə belə götürək biz. Son 5 ildə baxsaq görək nə qədər aqroparklar salınıbdır və bunların hamısının inkişafı bu haqda ciddi addımların atıldığını göstərir və ət qıtlığının yaşanması gözlənilmir. Mən özüm də bir çox Avropa ölkələrində dəfələrlə oluram və yaxud da eşitdim. Azərbaycan əti ümumiyyətlə öz spesifik bir ətdir. Öz yetişdirmə üsuluna görə və digər burada iqlim və torpaqda olan mineral maddələr və bunun hamısı Azərbaycan ətini çox spesifik edir, daha dadlı edir və bir başqa göstəricilər də var. Bir məsələyə gəlim, gənc cavan heyvanların ətinin yeyilməməsi, bu belə deyil. Xəstəlik tutanda o yaşlı heyvanda tutur, cavan heyvanda tutur və heç bir şəkildə bunun istehlakçılığa keçməsi mümkün deyil. Bu sadəcə fermalarda olan biyo təhlükəsizlik qaydalarıdır və onların sağlamlığına aidiyyəti olan bir məsələdir. Və cavan ətin yeyilməsi istehlakçıdan asılıdır. Tam tərsi, cavan quzunun əti və yaxud cavan dana əti daha rahat həzm olunan və daha xeyirli maddələrlə zəngindir. Dünyanın bütün məşhur alimləri deyir, tam əksinədir vəziyyət. Şəlalə xanım da alimdir də. Mən dünya alimlərini qəbul edirəm, Şəlalə xanım çox şey deyə bilər. Dünyanın bütün məşhur istisnas olaraq hamısı deyir ki, yetişməmiş körpə quzu əti digər heyvanlarda da yetişməmiş ət olduğuna görə komponentlər təkmil deyil, o zərərdir insana. Bu istehlakçının seçimidir. Seçim ləzzətə görə yeyə bilər, o başqa problemdir. İstehlakçının seçimidir. O istəyəcək, cavan əti yeyəcək, qiymətə görə dəyişir bu. İstəsə doğulmamış quzu da yeyə bilər, o məşhur parolada deyildiyi kimi, o başqa şeydir. İcazə verin, mən fikrimi bildirim. İcazə verin, Elçin müəllim, mən fikrimi bildirim. Mən bunu elmi baxımdan deyirəm. Yəni, cinslərin yetişdirilməsi və digər baxımlardan deyirəm. Burada başqa bir məna yoxdur. Sadəcə əhalini düzgün maarifləndirmək lazımdır. Cavan ət əlbəttə ki, cavan dana ətinin yaşlı ilə müqayisəsi aparıla bilməz. Çünki həqiqətən ümumiyyətlə mal ətinin həzmi digər ətlərdən daha ağırdır. Belə götürəndə qoyun əti, quş əti daha rahat həzm olunur, nəinki mal əti. Və burada yaşlandıqca da heyvan, xüsusən də süd verən heyvanlar, əlbəttə ki, onun dəyərləri, keyfiyyət göstəriciləri daha aşağıdır. Ancaq xəstəliklərə bu aid deyil. Xəstəlik olmaya bilər. Çünki burada peyvəndləmə və digər tədbirlər aparılır. Nə cavan, nə yaşlı, bunun xəstəliyə bir aidiyyəti yoxdur. Söhbət keyfiyyət göstəricilərindən gedir. O ki, qalmışdı qıtlığa, Azərbaycanda heç bir zaman qırmızı ətin qıtlığını gözləmirəm mən. Heç inanmıram da belə bir şey olsun. Çünki əhali kifayət qədər heyvan saxlayır. Bundan başqa bu qədər aqroparklar var. Və bu aqroparklar daha da inkişaf etdirilir, daha da artır. Amma rəqəmlər biraz başqa şeydir. Ona görə 41% artır itiqam. Quş əti kifayət qədər, bir vaxtlar biz quş ətində də bunu deyirdik ki, qıtlıq ola bilər. Ancaq hal-hazırda özümüzün həm yumurta, həm quş əti ölkəni kifayət qədər təmin edir. Və bir başqa bir sual da var idi ki... Rəsmi statistika deyir ki, 50% itiqalda nasıl yığ? Real statistikası 70%dir. Yəni bu nə deməkdir? Dövlət özü deyir ki, 50% itiqaldan 50-dən çoxdur. Etmir ölkəni, heç bir sahədə etmir. Rəsmi statistikadır. Əgər başqa şeydən gedir, qıtlıqdan danışırıqsa, qıtlıq gözlənilmir.